Əziz tamaşaçılarımız, xoş gördük sizin hər birinizi. Bu dəfə Space televiziyası Qarabağ Azərbaycandır proqramı vətənimizin cənub bölgəsinə üz tutdu. Bəli, biz hal-hazırda yardımlıdayıq. Dağların qoynunda olan bu füsunkar torpaqdayıq. Vətən müharibəsində, ümumilikdə 30 il boyunca düşmənlə sərasər bizim döyüşlərimizdə cənub bölgəsinin igid oğulları da canı ilə, qanı ilə döyüşdülər. Yardımlıdan çoxlu sayda bizim qəhrəman oğullarımız var. Elə üzü şəhidimizin evinə doğru getdiyimiz anda yolun kənarında qəhrəman şəhidlərimizin adına ucaldılmış bir bulağı gördük. Şəhidlər bulağıdır. Çox istəyirəm ki, sizinlə bərabər bu bulağa daxil olaq. Operator qardaşımız da gəlsin. Gəl Fərid, gəl. Mütləq şəkildə biz hər zaman söyləyirik ki, yolların kənarında, xüsusilə rayonlara gedəndə, bax bu şəhid bulaqlarını ki görürsünüz, bu şəhid bulaqları ehsan bulaqlarıdır. Mütləq bu ehsan bulaqlarından içmək lazımdır. Burada iki qəhrəmanımızın adı var, əziz tamaşaçılarımız. Şəhidimiz general-mayor Polad Həşimovun adı var burada, rəsmi var və şəhid kəşfiyyat bölük komandiri baş leytenant Nəzərov Şahlar Yaşar oğlunun və eləcə də burada gördüyünüz kimi yardımlının igid oğullarıdır. 2020-ci il, 1994-cü il, 2022-ci il, 2016-cı il, yenə 1994-cü il, burada da olan oğullarımızın arasında 1995-ci il, 2020-ci il tarixlərə baxanda görürük ki, Azərbaycanın yardımlı bölgəsində, cənub bölgəsində yaşayan bax bu qəhrəman oğullarımız 30 il boyunca istər 1-ci Qarabağ müharibəsi olsun, istər antiterror əməliyyatı olsun, istər aprel döyüşləri olsun və nəhayət ki bizim qələbəmizi bizə yaşadan vətən müharibəsi 2020-ci il olsun, bütün döyüşlərdə döyüşüblər bu oğullar. Məkanı cənnət olsun bu oğullarımızın. Ehsan bulağının suyundan da içək. Vətən əmanəti, yurd əmanəti, əskər. Allah məkanını cənnət eləsin oğullarımızın. Burada elə kəndin girəcəyində əziz tamaşaçılarımız gördüyünüz kimi qəhrəman oğullarımızın şəkilləri də var, lövhələr də var. Gəlin sizinlə bərabər ora yaxınlaşaq. Qəhrəmanlarımızın bir-bir adlarını çəkək, ruhlarına salam söyləyək. Qəhrəmanımız Səyyar Şəbiyev Aslan oğlu 1992-ci il, Bəhruz Mansurov qəhrəman oğlu 1995-ci ildə şəhadətə ucalıb. Xüsusi təyinatlı qüvvələrin giziri Elimdar Səfərov Səlimxan oğlu 2016-cı il bizim aprel şəhidimiz, məkanı cənnət olsun. Xüsusi təyinatlı qüvvələrin kiçik giziri Qarazadə Nicat Malikoğlu 2022-ci il, məkanı cənnət olsun. 1994-cü ilin şəhidi Nizami Məmiyev Əşrəf oğlu, məkanı cənnət olsun. Camal Həsənov Aslan oğlu 1992-ci il 1-ci Qarabağ müharibəsinin şəhidi, məkanı cənnət olsun. 1994-cü il Rövşən İsmailov Qarabəy oğlu, məkanı cənnət olsun. 1994-cü il Marivət Nəzərov Mərdalı oğlu, məkanı cənnət olsun. Yenə 1992-ci il şəhid xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçısı Məmmədov Azər Ağalar oğlu, məkanı cənnət, şəhidlərimizin ruhuna salam deyək. 1993-cü il Ağdərə döyüşlərində şəhadətə ucalıb yardımlı rayonunun Qabaqdibi kəndi şəhid Abiyev Səmid Nuri oğlu, məkanı cənnət. 1997-ci ilin şəhidi Babayev İlqar Eldar oğlu, məkanı cənnət olsun, şəhidlərimizin ruhuna salam deyək. Şəhidimiz komando xüsusi təyinatlı qüvvələrin leytenantı Tural Cahangirov 2023-cü il antiterror döyüşlərinin şəhididir, 2023-cü ilin qəhrəmanı. Azərbaycanın suverenliyini bütövləşdirən, Azərbaycanımızın sərhədlərini bütövləşdirən bizim qəhrəman oğullarımız, antiterror əməliyyatlarının şəhidi. 1994-cü ilin şəhidi Alim Nəcəfov Bahattin oğlu, məkanı cənnət olsun. Yenə 1993-cü ilin şəhidi Xaniyev Mənsim
Rəhmət oğlu, məkanı cənnət olsun. 1994-cü ilin şəhidi, yenə Yardımlı rayonunun Qabaqdibi kəndi, Goranboy rayonu ərazisində şəhadətə ucalıb, şəhid Abışov Elxan Balabəy oğlu, məkanı cənnət olsun. Salam deyək şəhidlərimizin ruhuna. Abiyev Xəqani Rəsul oğlu, Kəlbəcərdə, Murovdağ yüksəkliyində şəhadətə ucalıb, Yardımlı rayonunun Qabaqdibi kəndindən 1994-cü il. Yardımlı rayonunun Qabaqdibi kəndindən görün neçə nəfər bizim qəhrəman oğlumuz Qarabağ döyüşlərində iştirak ediblər. Artıq neçənci şəhidimizdir, eyni kəndin adını yazıblar. Aslanov Mahir Hüseyin Ağa oğlu 1992-ci ilin şəhididir. Məkanı cənnət olsun. Bu şəhidimiz isə Abdullayev Şahin. Şahinin məkanı cənnət olsun, Şahinin ruhuna salam söyləyək. 1998-ci ilin şəhidi, məkanı cənnət. Zamanov Mehman Təvəkkül oğlu, 1994-cü il. Demək ki, bizim bax bu kəndlərimizdə yaxınlıqda Dəlləkli kəndidir. Biz bugün mübarək şəhidimiz Zahirli Zahidin anasının əlindən öpməyə gedirik. Artıq buradan dedilər ki, bir 9-10 kilometr var bizim kəndə çatmağımıza, Dəlləkli kəndinə. Və bu fotolardan da görürük ki, ümumilikdə bu kəndlərdə bax bu oğullarımız Qarabağ uğrunda canlarından keçən bizim qəhrəman igidlərimizdir. Mən çox arzu edirəm ki, biz yalnız və yalnız bu torpaqlara gələndə, Yardımlıya gələndə ancaq bu şəhidlərimizin şəkillərini görək və qəhrəmanlarımız deyə onlara salam verək. Bugündən sonra Yardımlı torpağı, ümumilikdə Cənub bölgəmiz, ümumilikdə Azərbaycanımız daha şəhid görməsin. Bax bunu arzulayıram bu torpaqlara. Yolumuz var hələ, əziz tamaşaçılarımız, gedək birlikdə. Ətirli bir səhərin xəbərini aldıq. Dedilər ki, başlayıbdı əskər qisasın. Murovdağın zirvəsində bayraq ucaldı. 44 günə vətənin yarası sağaldı. O gün bütün Azərbaycan ayaq üstə. Yetişdi o müqəddəs an qeyrəti göstər. Əskərimi güllələyənlər namaz üstə. Qardaşları hər birinin qisasını aldı. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Hamınız xoş gəlibsiniz, sizə qurban olum. Sağ ol. Şəhidlərə dəyər verənlər, sənə qurban olum, hamıza qurban olum. Yolda gələndə Yardımlının girəcəyində bir bulaq var, şəhid bulağı. Hə, bulaq. Orada düşdük, şəhidlərə bir salam verdik. O qurban ehsan olum suyundan şəhidlərə. içdik. Allah qəbul eləsin, Allah ziyarətinizi qəbul eləsin. Çox qonağımız var bugün. Çox var, qonağımız, Deyək ki, Zahidimin bu- qonaqları çoxdur. Cənub bölgəsinin bütün rayonlarından gəliblər yəqin. Gəliblər, hə, təbii. Lerikdən də gələcəklər, indi hələ gələcəklər. Lerik, nə bilim, Astaradan var, Lənkərandan var, Bakı analar gələcək. Hamımız eyni dərdli analarıq. Can, Həm də dərd demə, əlavə, dərd demə, de ki, həm də hamımız əlavə qürurlu analarıq. Şəhid sevərlər gəlir. Hə. Allah sizi qorusun ana. Çox Allah sağ sizi ol. qorusun. Allah Çox sizi sağ ol. var eləsin. Çox Zahidimizin sağ ol. ruhu şad Sağ ol. olsun. Mən bildim gələcəksən. Mən heç vaxtın olsun ki, bildim gələcəksən. Yenə Qurban olaram. Sağ ol. Mən deyəm gəlirik, gəlmərəm. Elə şey olar. Gözəl anam mənim.
Vətənə xidmətə göndərdik səni, torpağın uğrunda canını verdin, sinəndə medalla gözlədik səni, bayrağa sarılmış tabutla gəldin, namusun, qeyrətin torpağın üçün vətən keşiyində mətriklə durdun, üç rəngli bayrağın ucalmağı üçün tarixə yazdın, üç rəngli bayrağın ucalmağı üçün göylərə ucaldım müqəddəs ruhum. Zahid əmim idin, şəhidim oldun, tarixə yazdırdın gözəl adını, hamının qəlbində abidə qurdun, millət yaşadacaq Zahid adını. Ay maşallah, ay maşallah. Allah sizi qorusun. Sonra kim şeir bilir? Aha, buyur, buyur. Səndən ayrıldığım sanki min ildir. Atan, anan, sən gördüyün deyildir. Bacın qurban, dur baxım bir boynuma. Elə dərd var tapılmır ki çarəsi. Dur qəlbimin sağalmayan yarası. Elə bilmə, sənsiz deyib gülərik. Nə yaşarıq, nə bir yolluq ölərik. Bir dənə vaxt gül üzünü görərik. Azalarmı günümüzün qarası? Dur qəlbimin sağalmayan yarası. Maşallah. Sənin adın nədir? Müharibədən keçir neçə il, neçə ay. Ürəkdən gülə bilmir şəhid anası. Oğluna körpə vaxtı oxumuşdu laylay. İndi qəbri üstə çəkir ahuvay. Bu gün ad günündə unutmamışam. Rəsminə baxdıqca səssiz qalıram. Əvvəllər hədiyyə alardım indi, məzarın üstünə qərənfil alıram. Ad günü mübarək, şanlı şəhidim. 5 dəfə bu günü sənsiz keçirdik. Bağışla sevinib təbrik etmədik. Çox heyf, sənin tək qardaş itirdik. Ayana, qarşıla, gəldim evimizə. Sadəcə bu dəfə fərqli gəlmişəm. Torpağın uğrunda canımı vermişəm. Sona dək qorudum Azərbaycanı. Nə olar ağlama, sən mənim canım. Sadəcə bu dəfə fərqli gəlmişəm. Bu gün ad günündür, adına qurban. Bəs özün hardasan, evində yoxsan. Üzlərdə gülüş yox, susub dodaqlar. Sənin ad günündür, sən özün yoxsan. Hər yanda sənsizlik, hər yanda kədər. Qara daş üstə yazılıb adın. Həmin o məzardan boylanıb baxır. Bir ömür yarımçıq arzun muradın. Bir ömür yarımçıq arzun muradın. El bilir ki sən mənimsən, yurdum yuvam məskənimsən. Anam doğma vətənimsən, ayrılar mı könül candan. Azərbaycan, Azərbaycan. Sən bir uşaq, sən bir ana. Odur ki bağlıyam sana. Hansı səmdə, hansı yana. Hey uçsam da yolum sənsən. Elim, gülüm, obam sənsən. Şahin bir Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Əziz tamaşaçılarımız, həmişə olduğu kimi yenə Space televiziyasının Qarabağ Azərbaycandır proqramı bir şəhid ocağındadır, bir ziyarətgahdadır. Bugün biz buradayıq, Yardımlının Dəlləkli kəndidir bura. Bugün burada mübarək bir şəhidimizin evinə toplanmışıq. Təkcə biz gəlməmişik. Deyərdim ki, Azərbaycanın müxtəlif rayonlarından mübarək şəhidimizə salam vermək üçün analar, atalar buradadılar. Hər birinə təşəkkürümüzü bildiririk bura gəldiklərinə görə. Bugün bizim şəhidimiz Zahidin anasını, atasını sevindiriblər. Şəhidimizə salam vermək üçün, onun ruhunu sevindirmək üçün bura gəliblər. Bura gələr-gəlməz bir tarix müəllimi ilə tanış olduq. Əslində tarix müəllimlərimiz bizim bu zəfər tariximiz haqqında, şanlı tariximiz haqqında daha yaxşı bilgilər verirlər. Sizi burada görməyimə çox şad oldum. Elə bax bu kəndiniz haqqında, şəhidimiz haqqında ilk olaraq sizdən öyrənmək istəyirəm Zahidimiz haqqında. Sağ olun, təşəkkür edirəm. Əziyyət çəkib gəlmişsiniz. İlk növbədə Space televiziyasına minnətdarlığımızı rəhbərliyə bildiririk ki, bunu işıqlandırırsınız, şəhidləri belə ucqar da olsa gəlib yad edirsiniz. Ona görə minnətdarlığımızı bildiririk. Şəhid haqqında onu deyə bilərəm ki, şəhid həm də mənim öz yaxın qohumun, baldızım oğludur. Yəni, bəli, həm də qohumu, bəli. Və demək olar ki, Zahid şəhid qəhrəman oğullardan biri olmuşdur. Böyük şücaət göstərib, hünər göstərib, öz əsgər yoldaşını xilas edərkən dünyasını dəyişmiş, mübarək şəhidlik zirvəsinə ucalmışdır. İndi bu gün onun
doğum günüdür. Eyni gündə ad gününü qeyd edərdi anası ilə, Rübaba bacı ilə. Anası ilə eyni Bəli, gündə də doğum günləri. bəli, doğum günləri eyni gündə qeyd olunardı. İndi təəssüflər olsun ki, o şəhidlik ona qismət oldu, amma anasını hər 10 may gününü demək olar ki, qeyd eləyir. İndi də siz başına toplaşırsınız, Bəli, anamızla hamımız. birlikdə qeyd edirsiniz. Birlikdə qeyd eləyirik. Hətta deməli ucqar rayonlardan gördüyünüz kimi Lənkəran, Masallı, Cəllabad, Lerişdən şəhid ataları, şəhid anaları gəlirlər və demək olar ki, Zahidin bu Mövlud günündə bütün rayon əhli bax səhər saat 9-dan axşama kimi gəlib dəyirlər, qayıdırlar. Və biz heç vaxt şəhidlər unudulmur, yaddan çıxmır. O qəhrəmanlıq dastanına çevrilirlər. Mən özüm tarix dərsi keçirəm. Orada onun demək olar ki, igidlərimizin, şəhidlərimizin göstərdiyi hünərləri uşaqlara, gənc nəslə çatdırırıq və bir şey əbədi olaraq yadda saxlamaq lazımdır ki, o şəhidlər bizim başımızı uca elədilər. Həm demək dünya miqyasında düşmana elə bir dərs verdilər ki, o düşmən heç vaxt bir də Azərbaycan torpağına bir qarışına belə göz dişə bilməyəcəkdir. Qarabağımız, Azərbaycanımız var olsun, yaşasın, ölkə başçımıza təşəkkür edirik, minnətdarıq. Sizə də xoş gəldin deyirik. Var olun, sağ olun. Təşəkkür, var olasınız. Burada bu süfrədə əyləşənlər, əziz tamaşaçılarımız, tarix müəllimimizin də dediyi kimi, Lənkərandan, Astaradan, Masallıdan gələn mübarək şəhidlərimizin valideynləridir. Sizinlə bir süfrədə əyləşmək özü böyük bir şərəfdir. Allah sizləri qorusun. Çox sağ olun ki, bizi qəbul edirsiniz, bizimlə bir süfrədə əyləşirsiniz. Şəhidimizi tanıyaq, onun keçdiyi döyüş yolu haqqında bir məlumatımız olsun. Buyurun. Lənkəran rayonunun Şağlasiri kənd sakini Hüseynov Mahmud. Şəhid oğlum Hüseynzadə Murad Mahmudoğlu. 22 yaşında şəhid olmuş, tibb işçisi olub. Tibb işçisi olub. Bəli, tibb işçisi olub. Vətən müharibəsi şəhididir. 44 günlük vətən müharibəsi şəhididir. Zəfər şəhidlər. Bəli. Döyüş yolu Ağcabədidən Qubadlı, Laçın koridorundan uşağımız şəhid olub. Yəni Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Bəli, Laçın dəhlizində. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Amin. Allah vətənimizi qorusun. Hökumətimizi, dövlətimizi qorusun. Çox şad olduq ki, siz gəlib bizi ziyarət edirsiniz. Bizi elə bil yad edirsiniz bizə. Allah sizi qorusun. Çox minnətdaram. Şəhidlərimiz heç vaxt unudulmaz. Şəhidlərimizi biz yad edəndə sanki torpağımızı, elimizi, obamızı, Azərbaycanımızı yad edirik. Yəni onlar unudulmaz insanlardılar. Mən də öz növbədə hamınızı salamlayıram. Xoş gəlmisiniz. İSBİS kanalı salamlayıram. Şəhid Qulamzadə Afərin atasıyam. Adım da müqəddəsdir. Mənim oğlum da 44 gün müharibədə şəhid olub. Xocavəndin Üçtəpə ərazisi var, orada şəhid olub. Onlar tarix qoydular, bütün şəhidlər, qazilər, orada iştirakçılar. Onlar əbədi bir tarix qoydular. Dünyaya sübut elədilər ki, Azərbaycan torpağına göz tikmək olmaz. Heç kim baxa da bilməz bizə. Onlar əbədi tarix yazdılar. Allah bütün şəhid balanın ruhunu şad eləsin. Allah bizim dövlətimizi qorusun. Budur tarix, budur torpaq. Bax, torpaq, bəli, bu cür qəhrəmanları torpaqlar yetişdirdi. Nə deyim, Allah dövlətimizi qorusun. Bu əbədiyyətdir. Bu bir məktubdur ki, Allah Taala hər bir adamın evinə göndərmədi bu məktubu. Allah dövlətimizi qorusun. Var olasınız ki, gəlir çəkir eləyirsiniz ki, bu şəhidləri tanıdırıq. Var olasınız. Sağ olun. Siz də xoş gəlmisiniz. İSBİS TV olaraq İSBİS TV-nin rəhbərliyi ilə öz dərin təşəkkürümüzü bildiririk ki, gəlib bizim qəhrəman evladlarımızı işıqlandırırsınız.
Bugün biz bir qəhrəman şəhid balanın mövludundayıq. Mən də Astaradan gəlmişəm, adım Şahindir. Qəhrəman şəhid Kapitan Şahinir Hüseynovun atasıyım. Füzuli istiqamətində ilk Uhanyan səddini yaran qəhrəman. Bəli, o səddi yarıb qəhrəmancasına da şəhid olmuşdur. Bəli, bizim bütün şəhid balalarımız hamımız qəhrəmandır. Biz onların ruhları qarşısında baş əyirik. Ən çətin səd idi ki, o sədi qəhrəmancasına yardılar. Düşmənə elə bir dərs göstərdilər ki, bir də düşmən çətin bir 2 əsir, 3 əsir ayrılsın ki, bir də kimisə torpağına göz diksinlər ki, biz gedək orada oturaq. Sağ olsun dövlətimiz də. Düzdür, mən özüm də keçmiş hərbiçi olmuşam, uzun illər xidmət eləmişəm. 1-ci Qarabağ döyüşçülərində olmuşam. 30 il xidmət eləmişəm bu dövlətə. Düzdür, missiyanı biz həll elə bilmədik, amma bizim evladlarımız elədi onu. Yarımçıq işinizi tamamladılar. Tamamladılar. Çox sağ olun ki, gəlir bizim evladlarımıza, gəlib şəhid balalarımızı işıqlandırırsınız, qəhrəmanlarımızı tanıdırsınız. Bəli, onlar unudulmamalıdırlar. Onlar elə bir missiya, elə bir qəhrəmanlığa imza atdılar ki, öz şirin canlarından çıxdılar. Yəni, bir balaca barmağa bir tikan basanda 2 gün, 3 gün deyildik. Amma nə deyim, valla bilmirəm. Yaralanıblar, bir də qayıdıblar. Bir də qayıdıblar. Hospitaldan ərizə yazıblar, həkimə ki, mən yenidən qayıdıram. Yəni, görünüşlər, şücaət Mənim oğlum bir komandir kimi, onun tabiçində 400-ə yaxın şəxsiyyət olub. O, arkada da durub idarə elə bilərdi. Yəni, onun döyüş yoldaşları şəxsiyyət, tabiçində olan şəxsiyyətlər də deyir ki, bizim komandirimiz irəli getdi. Demədi irəli, dedi ki, arxamca. Yəni, biz belə bir oğul, belə bir qəhrəmanlar yetişdirən bir valideynlərik. Buyurun mən. Mən də Space televiziyasının rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Mən Lənkərandan gəlmişəm. Lənkəran rayonunun Kərgalan kəndindən şəhid Əkbərzadə Qalibin atasıyam. Biz yardımlıya Zahirli Zahid Azad oğlunun mövlüdünə yığışmışıq. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Bizim də oğlumuz 44 günlük müharibədə, Füzuli uğrunda gedən döyüşlərdə 18 yaşında həlak olub. Yəni bir dənə oğlum vardı, o da müharibədə şəhid olub. Qəhrəman bir bala. 18 yaşında pələng, kişi böyütmüsünüz də. Allah bütün şəhidlərimizi rəhmət eləsin, qani-qani, Allah onların yerlərini behişt eləsin. Qazilərimizə də Allah təala şifa versin, veteranlarımıza can sağlığı. Allah dövlətimizi qorusun. Allah bütün şəhid atalarına, analarına sabır versin. Çox sağ olun. Sağ olun. Siz də bəzi şəhidlər var, onlar lazımdır onları hamısını işıqlandırmaq. Bəzilərini çox işıqlandırırlar, bəzilərini heç qalıblar kölgədə. Xahiş eləyərdik ki, hamısını işıqlandırırlar. Onların hamısının zəhməti olub orada. Sağ olun, var olun. Arxa cəhbərində, ön cəhbərində biz hər zaman söyləyirik ki, hətta müharibə dövründə bu 44 gün bizim zəfər müharibəmizdə uşaqlar vardı məktəbdə, məktub yazırdılar, əskərə məktub yazırdılar. O balaca barmaqları ilə ki, məktub yazırdılar əskərə ki, biz sizdən qələbə gözləyirik. O uşaqların da zəhməti, haqqı var bu qələbəmizdə, hər birinin. Allah sizləri var etsin. Allah sizi ömür versin. Sizin kimi kişilər, bir daha söyləyirəm, bizim qürurumuzsuz, şanımız, şöhrətimizsiz. Çünki siz gözünüzün ağı qarası, bax qardaşım deyir ki, evin tək oğludur, sizdə evin tək oğludur. Oğul deyir, düşmən çəpəridir. Oğul onun üçün böyüdülür ki, yağı düşmən gələndə oğullar gedir onu xilas etməyə. Sizin oğlunuzun 18 yaşı olub. Bəzən biz söyləyirik ki, 18 yaşında uşaq deyirik, 18 yaşında. 18 yaşında uşaq görəsən müharibədə nə edər? 18 yaşında bizim Azərbaycan oğullarımız şir oldular, aslan oldular müharibədə. Yaşları 18 olmadı, sanki yaşları 108 oldu, amma igidlik göstərdilər. Burada bizim şəhid atalarımız var. Allah sizləri var etsin. Mən doğrudan sizi görmək bizim üçün çox böyük qürurdur.
Bu atalar Astaradan, Lənkərandan, bir də Masallıdan gələn atalardır. Siz yardımlıdan olan atalarsınız. Bu 44 günlük müharibədə, Vətən müharibəsində mən həmişə demişəm, indi deyirəm. Oranın tozunu udan hər bir zabiti, əskər, hərə bir qəhrəmandır. Yəni biz indi burada mən özüm hərbiçi olduğuma görə deyirəm onu. Ona görə o çətinlikləri, o azabları mən görmüşəm də orada nətərdir. Yəni o deməklə biraz ağızda biraz rahat danışmaq. Amma belə üzr istəyirəm, burada bir balaca bir partlayış olsa hər bir tərəfə qaçacaq, içimə qarşı. Yəni bu belə deyil. Orada elə bir reallıqlar var ki, bizim balalarımız yəni o reallıqlara, o dəhşətlərə sinə gəldilər hərə. Hərəsi bir qəhrəmandır. Vallahi mən nətər demək, onların hamısının ruhu qarşısında baş əyirəm. Başda mənim Şahnur balam olmaqla. Məkanları cənnət olsun. Sağ olun. Məkanları cənnət olsun. Buyurun. Mən Şəhid Elnur Talıbovun atasıyam. Lənkərandan gəlmişəm. Elnur 2020-ci il 44 gün müharibəsində iştirak edib. Füzuli rayonu, Füzuli Xocavənd istiqamətində gedən döyüşlərdə həlak olub. Aprel döyüşlərinin iştirakçısıdır. Apreldə də döyüşüb. Bəli, apreldə 2 dəfə müharibədə olub. Bir dəfə müharibədə olub aprel döyüşlərində, bir dəfə də hərbiçidir. Xeyr. Əskər olub, aprel döyüşlərində əskər olub. 2020-ci ildə könüllü. Könüllü gedib. Bəli. 23 yaşı vardı. Allah şəhidlərimizi rəhmət eləsin. Yerləri cənnət olsun. Amin. Allah sizə də can sağlığı versin. Allah sizə uzun ömür versin. Mən də Yardımlı rayon sakiniyəm. Özüm müəlliməm. Şəhid Zeynalov Cavid Vaqif oğlunun atasıyam. Mənim oğlum da hərbidə həkim olub. 2013-cü ildən 2020-ci ilə qədər dövrdə həkim işləyib. İstər aprel döyüşlərində də iştirak edib, yaxından müharibədə iştirak edib və 44 günlük vətən müharibəsində iştirak edib. Mənim oğlum ailəli idi. 2 övladı bizə əmanət qalıb və qardaş danışdı. Hər kəs bu vətən müharibəsində, vətən yolunda belə sadəcə bir Allah qüvvət versin deyib, nəsə deyibsə, elə onun özü də bir qəhrəmanlıqdır. Bir qeyrət rəmzidir, namus rəmzidir. Nəinki bu oğullar odun, alovun içərisində onu görənlər bilir, görməyənlər bilmir. Mən aprel döyüşlərində müharibəni kənardan izləyərkən aprel döyüşləri, mən ora gedəndə mən gördüm ki, o müharibədə iştirak etmək hər oğlun işi deyil. Hər adam ora girə bilməz, o qədər dəhşətdir ki, mən müharibədən kənarda olanda məni dəhşət bürümüşdü. Bu oğullar o qədər qorxmaz, o qədər qəhrəman oğullardır ki, birbaşa burada ölüm var bildiyi halda o müharibədə gedib iştirak eləmişdi, girmişdi ora. Şimdi kim salamat qaldı, Allah canı salamat eləsin. Hər kəs də şəhid oldu, Allah Teala onların ruhunu şad eləsin, məkanın cənnət eləsin. Mən onu bilirəm ki, istər 2016-cı ildə olsun, istər 2020-ci ildə olsun və sonra mənim oğlum çoxlu əskərimizə, zabitimizə yardım göstərib. Bunların haqqında mənim məlumatım var idi, bir də hələ 2016-cı ildə və bəli, həkim kimi çoxlu yardımları olub, yardım göstərib. Öz yoldaşları yanında olan nə qədər yoldaşları şəhid olub, onlara necə yardımlar göstərib. Və son Ohanyan səddinin alınmasında orada kütləvi bir yaralılar olmuşdu. Həmin yaralılara özü hospitalda qalmayıb, hərbi Sansasda qalmayıb, birbaşa getmişdi onlara yardım göstərməyə. Yardım da göstərmişdi. Minamyot dəstəsində özü də şəhid olmuş. Daha doğrusu orada şəhid olmamışdı. Onu oradan gətirən Beyləqanlı oğlan deyir ki, öz yaxın dostu olmuşdu. Biz hospitala qədər danışa-danışa gəldik. Onun bir sözü vardı. Deyirdi ki, 2 övladı qalmışdı. Heç övladını da demirdi. Bir onu dedi ki, atama demə, atamın bağrı çat deyir. Atama demə, atamın bağrı çat deyir. Anama demə, anamın bağrı çat deyir. Birini deyirdi, atamana demə. Heç övladı. İndi görün bunlar necə oğul idilər. Necə oğullar idi. Mən bunu belə bir şuar kimi deyirəm bütün Azərbaycan xalqına. Bu oğulları heç kəsin unutmağa haqqı yoxdur.
Görüb fikir verin, bunlar atanı, ananı, bacını, qardaşı, öz övladların belə vətəndən aşağı tutdular. Vətəni onlardan üstü tutdular. Vətəni daha çox sevdilər və getdilər bu vətən yolunda şəhid oldular. Yəni adama ilk baxışda belə gəlir ki, mən niyə övladımı atıb harasa getməliyəm? Niyə atamı, anamı gözü yaşlı, ürəyi dərdli? Məsələn, mən bu illər içərisində nə qədər qocalmışam. Mənim hər gün səhər işə başlayanda mən şəhidlərlə salamlaşıram. Salam verirəm onlara, gəlirəm, şəhidlərin qarşısına durub, salam mənim əziz şəhidlərim, salam mənim əziz balalarım. İşdən ayrılanda sağlıqla sabah görüşənə kimi deyib onlardan ayrıram. Və gecəm, gündüzüm demək olar ki, dəfələrlə, saatlarla ağlamaqla keçir. Çünki hər dəfə onun balasını görəndə mən nələr çəkirəm, bir onu Allah bilir, bir də mən bilirəm. Amma onu bilirəm ki, mənim övladım bu vətən yolunda şəhid oldu. Allah bizim dövlətimizi daimi eləsin, əbədi eləsin. Xalqımızın, vətən sevən xalqımızın canı salamat eləsin. Şəhidlərimizin məkanın cənnət eləsin, ruhların şad eləsin. Şəhid sevərlərin Allah canı salamat eləsin, qoy şəhidlərimiz əbədi yaşasın. Çox sağ olun. İlk növbədə gözəl yardımımıza xoş gəlmişsiniz. Və bu gözəl şəhid məclisi bəlkə də məclislərin ən gözəlidir. Mən də yardımlının ən gənc şəhidi, 18 yaşlı Əli Rzalının atasıyam. Hansı ki, xüsusi təyinatlı qüvvələrin əsgəri olub. Harca 3 gün bundan qabaq televiziya çəkilişlərindən birində təsadüfən Əli haqqında bir danışıq gedirdi, Əli Rzalı haqqında. Onun qazi yoldaşı, onun necə şəhid düşməyi barəsində kör olub, Murovda kör olub postunda. Hansı ki, o 4 il müddətinə ermənilər o torpaqları almışlar, amma bizimkilər 4 saat oranı götürdülər. Əli də həmən yerdə şəhid düşdü. Əliyəmizin ikinci övladı idi. Əli haqqında çox şey danışmaq olar. Amma təkcə Əli haqqında yox, bütün şəhidlərimiz, Əli sadəcə bir burada misaldır. Yəni bütün 3000-dən yuxarı olan şəhidimiz var. Hamısı bizim əzizimiz, balamız. Hamısından danışırıq. Heç bir fərqi yoxdur. Əli zəhmətsevər, gənc bir uşaqdır və dövlətinə, millətinə bir layiqli övlad oldu. Əsası odur ki, biz özümüz dövlətə bir layiqli övladlar təqdim elədik. Bu dağlar qoynunda, kasıb bir rayonda vətən sevgisi, dövlət sevgisi, bayraq sevgisi öyrətdik onlara. Nə xoş bizim halımıza, elə övladlarımız olub. Və bugün onların hesabına, bütöv ümumi şəhidlərimizin hesabına bütöv Azərbaycan var. Və bütöv bir Azərbaycan boyda bir miras qoydular, getdilər. Mən bayaq dedim və öyün bir ərinin haqqında bir tədbir keçirildi bir məktəbdə. Orada da dedim və yenə təkrarçılıq olmasın, o sözü deyim ki, insan yaşayır, hərə bir ömür yaşayır. Biri 50 il yaşayar, biri 100 il yaşayar, biri 60 il yaşayar. Amma şəhidlərimiz qısa ömür yaşadı. O uzun ömür yaşayıb, amma bir iz qoymadan gedəsən, amma 18 il, 20 il, 30 il yaşa, elə bir iz qoy ki, o iz daim yaşasın və orada tarixə düşsün. Şəhidlərimiz o tarixi yazdılar və bizim qalan Azərbaycan milləti, bu millətimiz o yoldan şərəflə keçəcəklər. Şərəflə o üç rəngli bayrağın altından keçəcəklər. Çünki orada şəhid qanı var, şəhid izi var. Sevil Gülnur var, yazıcı. Bir gün mənə bir müsahibə götürdü, onun kitabında mən bir söz işlətdim, o kitabda var o yazı. Dedim, müəllimə, zaman gələcək, o şəhidlərimizin qanı tökülən yerdə cürbəcür güllər bitəcək. Biz bilməyəcəyik, o gülün adı Əlidir, Cahiddir, Caviddir, Amaldır, Zahiddir, biz bilməyəcəyik. Amma onlar biləcək o gülün hansı gül kimdir. Bugün o Qarabağ torpağında o güllər bitir. O lalələr çəkib qoyurlar. Şəhid qanı ilə suarılmış lalələrdir onlar. Şəhid qanı ilə. O torpağa gərək ayaq qoyanda bir asta qoyasan. Çünki orada şəhid qanı var.
Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Ruhları şad olsun. Xoş gəlmisiniz. İnşallah xeyir işlərə gələsiniz. Sizi biz televizyon izləyirik, görürük. Hamılıqla bura gələn hər bir kəsi bir yardımlı yerində xoş gördük. Təşəkkür var olun. Sağ olun. Yardımlı rayon Veteranlar Təşkilatının sədri Zakir İmanov. Əziz qonaqlar, bizim gözəl televiziyamızın işçiləri, Space televizyon işçiləri, siz xoş gəlmisiniz. Uzun yol qət eləyib, bugün bizim şəhidimiz Zahirli Zahidin anım tədbirində iştirak elədiyinizə görə mən Yardımlı rayon veteranları adından, bu kəndimizin sakinləri adından sizə dərin təşəkkürümü bildirirəm. Bizim bu kənd balaca bir kənddir, cəmi 600 nəfər əhalisi var. Qəbristanlıq da bura yaxındır. Yəqin ki, seçəcəksiniz qəbristanlığı, şəhidin məzarın. Burada 3 bayraq dalğalanır. 3 şəhid məzarı var. Kiçik bir kənddən 3 şəhid. Onun ikisi 1-ci Qarabağ müharibəsində şəhid olub. Biri isə bugün tədbirinə yığışdığımız Zahid Zahirlidir. O cümlədən mənim doğma əmim oğlu Mahir İmanov da 1-ci Qarabağ şəhidinin şəhididir. Bunları vətən yetişdirib, Azərbaycan yetişdirib. Mən həmişə bir sözüm var deyirəm. Vaxt vardı, 2 milyon da sayı olmayan bir erməni daşnaqlarının qabağından başı aşağı keçirdik. Ancaq bu şəhidlər bizim alnımızda olan bu ləkəni təmizlədi. Bu vətən övladlarını, yanımda oturan bax bu şəhid ataları, şəhid anaları tərbiyə eləyib. Çox sağ olun, var olun, gəlmişsiniz, uzaq yol qət eləmişsiniz. Şəhidlər heç vaxt yaddan çıxmayacaq, şəhidlər heç vaxt unudulmayacaq. Onları bizim unutmağa haqqımız yoxdur. Çünki bu vətən torpağını, bu torpağı vətən eləyən həmən şəhidlər oldu. Bugün bizim ümumiyyətlə Yardımlı rayonunda 103 şəhidimiz var, onun 103 şəhidimiz var, 1-ci və Qarabağ, 2-ci Qarabağ müharibəsinin şəhidləri, onun 25-i 44 günlük müharibədə şəhid olanlardır. İkisi antiterror əməliyyatında olan şəhidlərdir. 15 nəfər itkinimiz var və bu gün də onların hələ məzarların yeri bəlli deyil. Bəli, 1-ci Qarabağdan. 103 şəhidimiz var. O 103 şəhid valideynləri nə xoşdur ki, bugün bu məclisdə, bugün Azərbaycan balaca bir ölkədir. Ancaq Kürdəmirdən, Ağsudan, Lənkərandan, Astarandan, hətta Naxçıvandan da bugün quraqlarımız var. Bu şəhidlər Azərbaycanı birləşdirdi, bütövləşdirdi. Bugün biz bütöv bir millətik. Sağ olsun Ali Baş Komandanımız. Uzun uzadı mən danışa bilərəm, ancaq onun qətiyyəti, onun komandanlığı nəticəsində şəhid qanı hesabına, qazilərimizin hesabına biz Qarabağ 218 illik bir tarixə son qoyduq. Bugün dediniz, şəhidlərimizin qanı tökülən yerdə lalələr bitib. O lalələr şəhidlərimizin qanıdır. Allah onları rəhmət eləsin. Yardımlıda şəhidlər unudulmur. Sizə məlumat verim ki, anım tədbirləri böyük coşku ilə qeyd edilir. Biz o tədbirlərdə daim iştirak edirik və bu nə qədər ki Azərbaycan var, şəhidlər yaşayacaqdır. Mən Space televiziyasının rəhbərliyinə uzun yol gəlib qət elədiyinizə görə sizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Vətəndaşı olmayandan olmaz ölkə vətəndaşı. Şəhidlərimiz əsl vətəndaşlığın, vətənin daşı oldular. Sağ olun. Mənə düşməz ataların yanında danışmaq, amma yenə də var olsunlar. Əllərindən öpürəm şəhid analarını, şəhid atalarını. Allah şəhidlərimizin ruhunu şad eləsin. Allah qazilərimizə şəfa versin. Mən də bildiyiniz kimi müharibədən sonra niyyət elədim ki, müharibədən sonra bütün şəhidlərimizin adına mahnı yazım. İnşallah ki, yavaş-yavaş yazıram. Yəni, artıq 2000-ə yaxın yazmışam. Allah bir daha şəhidlərimizin ruhunu şad eləsin. Şəhidlərini unudan hər şeyini unudar. Bir daha çox sağ olun. Əllərinizdən öpürəm. Siz də sağ olun Nurana xanım. Təşəkkür ederiz. Lənkərandan gəlmişəm. Qarabağ orduyla təltif olunmuş şəhid Quluzada Orxanın atası Elxan. Mən də bütün vallahi adam bilmir necə danışsın. Allah bütün şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun. Məkanı cənnət olsun. Orxan Zəngilanda döyüşüb. Noyabrın 8-i gətirib bizə təhvil verdilər. Noyabrın 8-i müharibə zəfər günü şəhid oldu. Demək ki, o 44 günün 44 gündə olub, bəli, olub, yerlərdə olub, Ağdamda olub.
başqa rayonlarda olub. Qələbəni görüb sonra şəhid olur, yoxsa qələbədən öncə şəhid olur? 8-i deməli 7-si onları qaldırıblar döyüşə. Axşam saat 8-də keçən saat 3-də şəhid olub. 8-i 9-un yarısı xəbər gətirdilər, verdilər bizə. 12-də uşaq evdə idi. Qələbə günü Zəfər şəhidi. Zəfər şəhidi gedirlər onlar ha. 2 Orxan gəldilər Lənkərana, biri Darqobada, ikisi də Elxan oğlu oldular. Axırıncı şəhidlər Lənkərana onlar gəldilər. Mən sadəcə bunu deyim ki, mən qardaş ölkə Türkiyədə yaşayıram. Nurani xanım bilir, hər bura gələndə hər zaman deyirəm Nurani xanım, hansı şəhid ailəsinə getsəz mütləq mənə də deyin. Mən də orada olum. Ən azından onları yaxından tanıyım, o şəhid atalarını, anaları. Əllərindən öpürəm sizlərin, analarımızın yaşından fərqi olmayaraq şəhid ataları, şəhid anaları əlindən öpülməlidir. Yaşın fərqi yoxdur. Və mən bunu bilirəm ki, qardaş ölkədə də yalnız bunu deyirlər ki, sizə halal olsun, siz toprağınızı qazandınız, sizə halal olsun, sizin nə qədər cəsur evlatlarınız var. Həqiqətən insan bunu duyanda çox qürurlanırsa, həqiqətən bu qüruru anmaq, bu qürurun sahibi olmaq mənə də sizlər sayəsində bəxş olunur. Çox sağ olun, təşəkkür edirəm ki, həqiqətən belə evlatlar böyütmüsünüz. Əvvəla xoş gəlmisiniz. Hamıya məlumdur ki, bugün Yardımlı rayonunun Dəlləkli kəndində şəhidimiz xüsusi təyinatlı Zahirli Zahid Azadoğlunun cənnətdə 5-ci mövludur. Bütün regionlarımızdan burada atalar, analar, şəhid ataları, şəhid anaları gəlmişdir şəhidimizin ziyarətinə. Mən də bu Yardımlı rayon Navaş kəndindən 44 günlük müharibənin ən gənc əskəri şəhid Mailli Mahmudun atasıyam. O şəhidlərimiz doğrudan da çox böyük, yəni ağır döyüş yolu keçmişdirlər. Şəhidlərin zəhmətini, yəni prezidentimiz qiymətləndirdi. Füzuli qaçqınlarını, yəni yeni qayıdışda, orada mərasimdə dedi ki, nə qədər güclü dövlət olsaq da, nə qədər güclü silah sursatımız olsa da, nə qədər bizə havadar olan dost ölkələr olsa da, yalnız və yalnız orada əskərlərimiz, zabitlərimiz və gizlərimizin qanı bahasına torpaqlarımız azad olmuşdur. Allah bütün şəhidlərimizi rəhmət eləsin, məkanları cənnət olsun, inşallah şəhidlərimiz heç vaxt unudulmasın. Allah Azərbaycanımıza bir daha müharibə odu göstərməsin. Müharibə çox çətin bir şeydir, düzdür, şəhidlərimiz düşmənimizə od vurdular, amma biz ata və analarının da ürəklərində bir dərd qoyub getdilər. Ancaq bizim qürurverici yerimiz şəhidlərimizin 200 illik ermənilərin bizim o gözü olan torpaqlarımızdan tamamilə yığışdırılması oldu. Sağ olun, diqqətinizə görə. Mən də əlbəttə ki, bu günləri bu möhtəbər məclisdə olmağımdan çox məmnunam. Bu günləri bizə bu xoşbəxtliyi nəsib eləyən, bəli, o qəhrəman oğullardır, o şəhidlərdir. O qazilərdir, o vətən oğullardır, o əsgər və zabitlərdir. Azərbaycanın milli ordusudur, Azərbaycan xalqıdır. Azərbaycan vətəndaşıdır. Ölkə prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevdir. Bugün ölkənin hər yerində suverenlik bərpa olunub, haqq ədalət öz yerini tapıb. Və bu haqq ədalətin də öz yerini tapmasında şəxsən bu şəhidlərin və bütün bu müharibədə əmək olan insanların hər birisinin haqqı var söz deməyə. Biz bu günləri onlar əbədi tarix yazıb tarixə qovuşdular və çağdaş Azərbaycan tarixini və bundan sonra gələn tarixlərimizə də onlar əbədi yaşayacaqlar. Bizə şəxsən Ulu Öndər Heydər Əliyev dediyi kimi, deyirdi ki, mən inanıram ki, biz nə vaxtsa Şuşaya qayıdacağıq, Qarabağı işğaldan azad edəcəyik, Zəngilanı, Qubadını, Laçını, Kəlbəzəri, Füzulini, Ağdamı, Xocavəndi, bunların hamısını biz azad edəcəyik və şükürlər olsun ki, artıq onlar azaddır və torpaqlarımız azad nəfəs alır. Və bugünkü bizim şadlıq məclisini qurmağımızın biz şəhidə borcluyuq. Onun üçün də yenə deyirəm ki, cəmi Azərbaycanımızın hər bir yerində qoy toylar olsun, bundan sonra şadlıqlar olsun və əbədi də bu Azərbaycan rahat nəfəs alacaq. Qara buludlar artıq başımızın üstündən çəkilib gediblər. Bu günlər dünyanın qloballaşan siyasət aləmində Azərbaycan öz imzası var, öz yeri var. Şəxsən Azərbaycanın prezidenti cənab İlham Əliyevin yürütdüyü bax bu siyasət və Azərbaycan xalqının manatlığı və birliyi məhz bunu deməyə əsas verir ki, biz müzəffər bir xalqıq. İndi 41-45-in müharibəsi vətən müharibəsi kimi deyirlər. Bəli, orada da 600 mindən çox Azərbaycanlı oğul və qızlar orada iştirak elədilər.
300 mindən yuxarısı geri qayıtmadı. 128 min Sovet İttifaqı qəhrəmanı, şəxsən 2 dəfə Sovet İttifaqı qəhrəmanı Həzz Aslanov. Əslan cənubdan, Lənkərandan, Gərmətürk kəndindən bizim fəxrimiz və qürurumuz. Eyni zamanda bu vətən müharibəsində tarix yazan qəhrəmanlarından, məsələn, yardım şəhidləri, bütün Azərbaycan şəhidləri kimi öz imzalarını atdılar, öz fədakarlıqlarını göstərdilər. Bizim də bu müharibədə vətən müharibəsi qəhrəmanı Elçin Mansurov, Qarabağ ordenli deyək ki, qazimiz. Bax, bütün bunlar hamısı bu millətə, bu xalqa, bu şəhid ailələrin və qazilərin yüksək və dəyər və qiymətdir. Allah Azərbaycan xalqını qorusun. Azərbaycan dövlətini qorusun, onun silahlı qüvvələrini qorusun. Mən çıxışımı şəxsən bugünkü bax bu şəhidin xoş bir məramda mövlud olan bir gündə çıxışımı Ulu Öndər Heydərin bir sözlə bitirmək istəyirəm. Mən dünən də fəxr edirəm, bugün də fəxr edirəm. Mən Azərbaycanlıyam. Təşəkkür edirəm.